Azərbaycan sənə neyiniyibdi ki, İran dövləti? Naxçıvanlar qorxmur. Biz hazırıq. Bir də gördük başımızdan nələrsə uçuşur. Kişi hərəkət eləməyiblər. Belə qonşu ola, müsəlman qonşusu özdə. Səsimizə səs verin. Susmayaq, yəni olanları düzləri danışaq. Buradan getmək fikrim də yoxdur heç. İranda cəzasını çəkəcək. Naxçıvanlılar heç kimdən çəkinmir, qorxmurlar. İranın dron hücumlarından sonra biz bunu daha yaxşı şəkildə öyrənmiş olduq və istəyirik ki, bütün dünya ictimaiyyəti bundan xəbərdar olsun. Elə bu məqsədlə də Naxçıvanda şəhər sorğusuna çıxmışıq. Görək sakinlər bu barədə nə düşünür? Yaxşı qonşu deyirlər. Ümumiyyətlə yaxşı qonşu deyirlər. İran bizi istəmir də. Başı əmmamalıdır onlar, Seyid Molladır. Gör indi onlar özdə başını bırır yeri namaz kılır. Müsəlmanın qardaşıdır deyir. Oradan da gelip Anna Kopayanı gətirib burada da məşəd eləyir. Cənubi Azərbaycan da bizim qardaşımızdır. Buradakılar da qardaşımızdır. Hamısı. Mən onlara Allah'tan arzu eləyirəm ki, bir yaxşı gün olsun. Allah qoysa can sağ olsun, İranda cəzasını çəkəcək. Naxçıvan 32 ildir blokadada yaşayır. Dinc əhaliyə sən niyə gül atırsan ki? Düzdən ki, uşağı qorxudursan, əhali oturub burada. Biz heç kimə heç nə eləməmişik. Azərbaycan sənə neyiniyibdi ki, İran dövləti, sən bizi belə incidirsən. Olan işlər ki, və həqiqətən çox ağır. Uşaqlar qorxub, hamımız narahat olmuşuq. Allah dövlətimizin bayrağını uca eləsin. Biz heç nədən qorxmuruq. Bizim İlham Əliyev kimi prezidentimiz var. Heç nədən qorxmuruq biz. Düşmənlərin evləri yıxılsın. Çolaq qalsınlar. Bizi niyə belə incidirlər? Yox, nədə qorxuyor? Çolaq qalsınlar oranı. Naxçıvanlar qorxmur. Biz hazırıq. Düşmənləri yox olsun. Bomba düşün. Heç kəs qorxmasın, öz etirazını, iradlarını bildirsin. Həmin gəncimiz üçün olan dəstəyini əsirgəməsin. Urmiyaya, Zəncana, Həmədana, canım Təbrizim, sənə səslənirəm. Bizim bu cinayətlərə qarşı səsimizə səs verin. Bu nankorluğa, bu ədalətsizliyə susmayın. Dünyada uşaq ölümünə qarşı çıxan bütün dövlətlər, insanlar, səsimizə səs verin. Mənim səsim olun. Biz özümüz dəst olduğumuz müddətdə bir də gördük başımızdan nələrsə uçuşur. Qorxu oldu yəni bizdə. Biz həmin zaman təlaş içindəydik. Hələ o zaman məktəblilərin necə qorxusunu təsəvvür eləyə bilmirəm. Biz uzaqdaydıq yenə də. Bu atılan addım çox namərdcə idi yəni. Əgər o uşaqların canına bir şey olsaydı bununla bağlı kim cavab verəcəkdi? Azərbaycan sülhün tərəfdarı deyil. İlham Əliyev cənab prezidentimiz dəfələrlə deyib ki, biz sülh tərəfdaşıyıq. İlham Əliyevin dediyi kimi biz regionda biz icazə verməyəcək ki, bizim ərazimizdən sizə nəsə hamlə olsun, nə bir şeylər olsun. Bizim onlara hörmətimiz, onların da bizə elədiyi alçaqca cənab prezident demişdi, nakişi, kişi hərəkət eləməyiblər. Bizi heç kəs qorxudanmaz. Bizim dalımızda dəmir yumruq var. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlər, onların başı yarıldı. Dəmir yumruq vasitəsilə. Gözlənilən bir şey idi İran tərəfindən. Əlbəttə gözlənilənlər. Bizim qonşu dövlətdir. Neçə illərdir biz bir-birimizlə qonşu olmuşuq. Yəqin ki, bir daha olmaz. Müharibə olmasın, hökumətimiz sağ olsun. Uşaqlara heç nə olmasın. Bundan başqa bir nənə kimi, ana kimi heç nə istəmirəm. Bütün hamı sağ-salamat yaşasın. Durduğumuz yerdə oldu. Bilmədik nədir, nə deyil. Mənim oğlum da Vətən müharibəsi qəhrəmanıdır. Şanda müharibə olub, bu 44 günlük müharibədə. Ona görə mən bilirəm müharibə nədir. Allah heç bir anaya belə pis günlər göstərməz. Mən Naxçıvanlı deyiləm, ancaq Naxçıvanı çox sevirəm. Buradan getmək fikrim də yoxdur heç. Naxçıvan cəmaatı mərd, qəhrəman millətdir. Türkiyə bizim qardaşımızdır. Allah Ərdoğana can sağlığı versin, saf bədən versin. Həmişə dayağımız olsun bizim. Elə danışdılar ki, İranın səsini boğdular elə sinəsində. Qoymadılar nəfəsi çıxsın. O prezidentimiz deyir, heç kəs başsağlığına getmədi. Mən getdim başsağlığı verdim. Bu da mənimdir. Birinci məni vurdu. Bax, bunun mərfətinə bax. Hamımız nifrət elədik. Belə qonşu ola,
müsəlman qonşusu özdə. Bu dəhşəti yəni heç birimiz heç vaxt unutmayacağıq. Yəni unutmamalıyıq. Çünki həmin dəqiqə bizdə, məsələn, bizim də dərs vaxtımıza düşmüşdü və o səsi eşidəndə hamı çölə qaçdı, nə bilim, hamı yaxınlarına zəng vurdu ki, birdən kiməsə nəsə olar. Onlar düzdür, bildirirlər ki, səhvliklə olubdu, amma biz özümüz bilirik ki, yəni o səhvliklə onu heç vaxt özü 3 dəfə, 4 dəfə, yəni o səhvliklə heç yerə atılmaz. Hər kəsdən də xahiş edirəm ki, bu kampaniyaya qoşulsunlar və susmayaq, yəni olanları düzləri danışaq. Təbii ki, olmamalı idi bu. Amma əslində İrandan gözləmək olurdu. Çünki İran deyildimi 44 günlük müharibədə Ermənistana kömək eləyən. Biz müharibənin içində olmadığımız müddətcə arxadan vurmaq kimi bir şey oldu. Bu düzgün deyildi həqiqətən. Hətta İlham Əliyev də dedi ki, heç kəs onlara başsağlığına getmədiyi müddətdə biz getdik. Bizim Ali Baş Komandan getdi. Qardaş qardaşa, İslam İslama, necə deyim, qonşu qonşuya belə bir şey eləyə bilməz. Əgər kiməsə nəsə olsaydı, orada hansısa bir uşağa ya da aeroportda kimisə başına bir iş gəlsəydi, necə cavab verəcəkdi? Dinc əhalinin işləri olmasın. Əgər bizim sizinlə işimiz yoxdursa, biz sizə heç bir şey eləmiriksə, sizin də bizə nəsə eləməyə haqqınız yoxdur. Qonşu yaxşı qonşu olsa, onun qapısı həmişə açıq olar. Allah qonşularımıza ağıl versin. Ağıllı qonşunun elə yaxşı qonşular. Bizdə elə bir günah yoxdur. Müharibədə birinci özünü qorumalısan, sonra qonşu. Ancaq bizdən bizə qorudu, özünü qorudu. Biz ona həmişə qardaş deyib durmuşduq. Onunla qardaşlığı pozuldu. Axı biz onunla dar günündə, istər zəlzələsində, istər müharibəsində, biz onunla yanında olmuşuq. Biz də pis qonşu olmamışıq heç kimə. Oradakı soydaşlarımıza nə demək istəyirsiniz? Azərbaycanlılar vardı, orada bizi çox istəyirlər. Onlar, qardaş, onlar bizlə birlikdədir. Onların o atılanan, atana günahı heç bir əlaqəsi yoxdur. Nə vaxt danışdırarsan, nə vaxt dinləyərsən, onlar həmişə bizimlə deyil, biz həmişə sizinlə. Onlar çalışır ki, biz birləşək. Ancaq indi bəzi qüvvələr var ki, bizim birləşməyimizə manisi törədirlər, istəmirlər. Onu qorxur ki, istəsələr biz birləşsək, biz İrandan güclü bir dövlət olarıq. Naxçıvan insanı mərd insandır, öyrəşib yəni bu çətinlikləri sinə gərməyə. Sizcə Naxçıvanda ümumiyyətlə əhval-ruhiyyə necədir? Nə düşünürsünüz Naxçıvanla münasibət? Sən heç də fikir etmirsən, tək 44 günlük müharibə nə idi? Sən onu fikirləş. Bu Naxçıvana olan böyük bir yanlışdır. Sivil əhaliyə qarşı törədilən böyük bir cinayətdir hal-hazırda. Şagirdlərə böyük bir təhlükədir. Həmin günü heç kim çölə çıxmadı, yəni mən özüm də gördüm. Bunu da deyə bilərəm ki, Naxçıvan əhalisi heç kəsdən qorxmur və biz dövlətimizə güvənirik. Əminəm ki, bizi güvəncəyə alacaqlar və bu yaşanan hadisə bir də yaşanmayacaq. Naxçıvan sakinlərinin fikirlərini olduğu kimi sizlə bölüşməyə çalışdıq və sorğumuzdan o ortaya çıxdı ki, Naxçıvan sakinləri mərddir, qorxmazdır, ordumuzun arxasındadır, ordumuza güvənir, dövlətimizə güvənir. Və eyni zamanda bizə o da aydın oldu ki, Naxçıvan sakinləri nə pisliyi, nə də yaxşılığı unudurlar. Odur ki, Naxçıvanla bağlı ən son məlumatları, burada nələr baş verir öyrənmək üçün kanalımıza abunə olub, videonu bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.